öz həyatıma başlayacağım. Özüm üçün həyatıma başlayacağım. Ey bacaram. Nə özüm üçün? Pul yığaram. Evime elenden sonra, hamısı hazır olandan sonra qaş koyaram, kipir koyaram. Özüme bakacağım da, burnumu da ameliyat edeceğim. Kukla edeceğim. Bakarsınız siz bana bakın. İnşallah bana çetin günlerim var. Çetin günlerim koy geçsin. Niye tutmuram şüphe? Kipir de koyam, hamma neyle. Bir tane dodağa dəyməram. Allah verir dodaq. Dodağı ne dəymiş? Bir tane kipir koyaram, qaş koyam, dodağıma yox. Burnumu eləcəm. Ameliyat, qəşəng eləmiş. İndi yox. Saç da koyaram. Mənim uşaqlarımı hala düşünürəm. Hala mən... Bizi kim qarğış edib? Kim qarğış edib bizi? Biz neynəmişik? Kimə neynəmişik? Kimin toyuğuna kişiləmişik? Kimin cücəsinə daş atmışıq? Kimin pişiyinə, nə bilim, bir çoma atmışıq? Biz neynəmişik? Biz neynəmişik ki, bizi bu günlərə qoyublar? Bu nə deməkdir? Bizə niyə cəza verirlər? Göz görə biz cəzalanırıq. Bizim qadınlarımız, bizim qızlarımız, bizim oğlanlarımız. Gecə işləyirəm də mən də. İstər-istəməz sosial şəbəkələrlə işləyirəm də. Material paylaşıram, bilirəm. TikTokda səhərə qədər xalalar açıblar canlı. Oturublar. Bütün kişilər oradadır. İstəyir Rusiyada yaşayır, istəyir Türkiyədə, istəyir Amerikada. Harada Azərbaycanlı kişilər var. Hamısı oturub bu səhifələrdə, bu qadınların səhifəsində. Bir qadın var, elə eyni koftiçkada qara, buzqalter bütün günü, gecə də yatanda soyunub, belə yorğanı da bura qədər qoyub. Kişilər hamı da oturub orada, hamı da ona deyir ki, gözəl xanım, gözəl xanım, gözəl xanım. Mən bir nəfər dostuma dedim o bizdə pişiklər olur, erkək, bir də qadın pişik. Mən erkək pişik, o birisi pişik də, yəni qadın pişik. Əgər həyətdə biri varsa, 40 yığılır, gəlir. Bax, bu dəqiqə sosial şəbəkədə qadınlar var, oturublar. Bütün kişilər, bilmirəm, bu kişilərin ailələri yoxdur. Bu qadını başa düşdük. Bu kişilərin ailələri yoxdur. Hələ bir dənəsi var, müğənni. Belə bir qərbə də dayanır. Haccan, Haccan, Haccan. Seks səs çıxarır. Haccan. Bir neçə dəfə yazdım Daxili İşlər Nazirliyi məni blokladı. Bax, nədir sizi məcbur edən? Biz niyə bu günlərə qaldıq? Bax, bu xanım uşağı da varmış. Mən elə bildim, biraz xəstədir. Məlum oldu ki, bunun elə övladı da var. İndi gör bu nələr edəcək. Hələ gör bu nələr edəcək. Mən düşünürəm ki, bizə cəza verirlər. Qurban olduğum bizə cəza verir. Niyə verir, bilmirəm.